Yaxşı. Burada deməli, MN üstündən istifadə edəcək. Y-in yerine nə yazacaq? Mənfi 1 bərabərdir. A vurulsun. X yenə 0 qoyacaq. Çünki Y-in yerine mənfi 1 qoymuşuqsa, X 0'dır. 0 çıx 2'nin kvadratı. Üstə gəl. Mənfi 3 olacaq. Çıx 3. Mənfi 1 bərabərdir. Bu neçə yiyəcək? 4A. Çıx 3. Buradan da mənfi 3 bura gələndə mənfi 1 topla 3 edəcək. 4A-ya. Mənfi 1 topla 2 bərabərdir 4A-ya. A-nı tapmaq üçün 2'ni 4'ə böləcəksən. Bu deyil 0,5. Nəyin qiymət oldu bu? 0,5. Yəni y bərabərdir 2'də 1 də, yəni 0,5 vur. X çıx m-in, yəni nəyin? 2'nin kvadratı üstə gəl n. Yəni çıx 3. Cavab olur bu. 2'də 1 vur. 0,5 yasak səhv götürülür. Xeyr, yasak götürülür. Eyni şey. Ola bilər, özür bilərsin. Deməli, bu oldu 15-ci. Bu oldu 15-ci. Təpə nöqtələrini də Qayda izah tutardı, yoxsa devamlı? az qalır da, əsas sən demişsin. Bir də parabolanın simmetriya oxu var. Nə var? Simmetriya nə deməkdir? Ortaya bölünür. Yəni ortadan bölür. Bəli. Parabolanın simmetriya oxu. Olanın simmetriya oxu. Yəni parabola necə bölsün? Tam yarıdan bölsün. O da gedib hardan keçəcək baxırıq. Bir dənə parabola çəkirik məsələn. Bu olsun bizim parabolamız. İndi bunu yarı bölmək üçün təxmini buradan bir dənə nə çəkməliyik? Düz xətt çəkməliyik. Bunu tam necə bölsün? Yarı bölsün. Bu simmetriya oxu həmişə hardan keçir? Təpə nöqtəsinin nəyindən keçir? M-indən. Bura təpə nöqtəsinin nə idi? M-sıdır da. Bax, bura M-dır. Ona görə də sizdən soruşsa ki, təpə nöqtənin keçdiyi nöqtə, təpə nöqtə simmetriya oxunun daha doğrusu keçdiyi nöqtə, onda nəyə taparsan? M-nı. M nədirsə, deməli təpə simmetriya oxu oradan keçir. Deməli, simmetriya oxu, yəni parabolanın simmetriya oxu təpə nöqtəsinin nəyindən keçir uşaqlar? M-indən keçir. Yəni, M-in də tapılma düsturunu biz əvvəllər demişik başqa mövzulardan. İndi baxaq M-in N-in tapılmasına. M necə tapılır? Mənfi B bölsün. Bəli. M bərabərdir. Mənfi B böl 2A. B həmin B-dir, düsturdakı A da həmin A-dır da yerinə qoyub tapırsan. Bu M-in tapılmasıdır. Bəs N-nın tapılması necədir? Diskrantın tərsi. Əksi. 4AC çıx B kvadrat böl 4A. Bu da N-nın tapılmasıdır. Yəni təpə nöqtələrini belə tapacaq. M, N. Təpə nöqtələri budur. M-ni bu cür tapa biləcəksiniz. Bəs N həm də bunun nə idi? Ən böyük qiymət. Həm ən böyük qiyməti deyəndə N-nı tapırsan, həm də ən kiçik qiymətini deyəndə N-nı tapacaqsan. Aydınmı? Həm ən böyük qiymətini desə də N-nı hesablayacaqsan, ən kiçik qiymətini desə də N-nı tapacaqsan. Amma M-nı nəyi tapırsan? Nə zaman əBG-ni alır? Onda ən kiçiyin özünü, ən böyüyün özünü soruşsan N-nı tapırsan. Amma desə, ən kiçik qiymətini X-in hansı qiymətində alır? Və ya da ən böyük qiymətini X-in hansı qiymətində alır? Onda nəyi tapırsan? M-i. Nə zaman? Ən kiçik. Yəni dəyişənin hansı qiymətində deyəcək ən kiçik qiymətini alır? Onda bunu tapırsan. Ə-K-G. Nə zaman? Eyni şey olmadı. Yox. Deyəcəm. Nümunə üzərində göstərəcəm. Nə zaman? X-i tapırıq. Nə zaman əBG-ni alır, onda N-la tapırsan. Məsələn, sadə bir dənə kvadrat tənini yazaq bura. Orada göstərək ki, sən nə vaxt N-dan, nə vaxt M-dan istifadə edəcəksən. Məsələn, deyirəm ki, adi bir sadə bir şey yazam. Y bərabərdir X kvadrat, üstə gəl 5X, üstə gəl 6 məsələn. Bu kvadratik bir funksiyadır, eləmi? Bunun ən böyük əBG-sini tapa bilərsiniz, yoxsa ƏÇG-sini? Hansını? Yox. A nisbəti deyə ən kiçik qiymət.
Biz bunun ən böyük qiymətini tapa bilmərik. Çünki buranın qabağı necədir? Müsbətdir. Sən x-a qiymət verdikcə nə edir? Böyüyür, gedir müsbət sonsuzluğa. Ən böyüyünü tapa bilmərik heç vaxt. Ümumiyyətlə ifadənin eyni anda ƏBG ƏÇG-sini tapa bilmərik. Ya ən böyük qiymət ola bilər, ya ən kiçik. İkisindən biri. Ondan kiçiyini tapırıq. Mənfi ondan böyük. Ayso. A-mız müsbətsə sən onun bunun nəyi var? Ən kiçik qiymətini tapa bilərsən. Ən böyük gedir müsbət sonsuz. Sən onu heç vaxt tapa bilməsən. ƏÇG-si var. Bəli. Desək ki, ƏÇG-ni tap. Məsələn, burada ən kiçik qiymətini tap. ƏBG deyə bilməz onsuzdan. Neynəsən? 4 vur, A-mız nədir? 1. Görünür oradan. Ha, səbirlə. Deməli, A-mız nədir burada? 1. 4 AC idi da. S-miz nədir? 6. Çıx B-nin kvadratı. 5, 25. 25. Bölünsün 4A, yəni 4 vur 1. Bu da bərabərdir. Mənfi 1. 24 çıx 25, mənfi 1, 4. Nə oldu? Ən kiçik qiyməti mənfi 4-dən. İndi bəs m-nı nə vaxt istifadə edir? Desək ki, bu ifadə x-in hansı qiymətində ən kiçik qiymət alacaq? Yəni bu deyirik, bu ən kiçik nə alır deyirik bu? Mənfi 4-də 1 alır. Bəs x-a neçə verəndə mənfi 4-də 1 olur? Onu demək istəyir də. Məsələn, deyə bilər ki, x-in hansı qiymətində ən kiçik qiymətini alır? Belə desən, x-in hansı qiymətində ən kiçik qiymətini alır, ƏÇG-ni alır. Onda nəyi tapacaqsan? Görürsən, ən kiçik qiymətini tap deyir, xeyr. Deyir, x-in hansı qiymətində ən kiçik qiymətini alır, onu m-la tapırsan. Mənfi B nədir? 5 böl 2A. 2 vur 1. O deyir, mənfi 2 onda 5. Gətirin də burada x-in yerinə mənfi 2 onda 5 qoy, cavab nə olacaq? Mənfi 4-dədir. Yəni ən kiçik qiymətini nə zaman alır deyəndə, x-in hansı qiymətində alır deyəndə, yəni x olmaya da bilər də, başqa dəyişən də ola bilər. Yəni dəyişənin hansı qiymətində ƏÇG-ni alır deyəndə, onda m-la tapırsan. Amma ƏPG-nin, ƏÇG-nin özünü soruşanda, bu təbii ki bizim m-mızdır. İndi funksiyanın təyin oblasti olur, bir də qiymətlər oblasti olur. Təyin oblasti nə deməkdir? X. Bunun x-i nə ola bilməz? Niyə sən şey verib, mənası olduğu 6 alır. Yəni x nədir? Hər şeydir. X-ə bir məxrəc yoxdur deyə bilməzsən ki, məxrəc 0 ola bilməz. Kökaltı yoxdur ki, deyə bilməzsən mənfi ola bilməz. Yəni burada x hər şey ola bilər. Yəni nə? Hər şey nə deməkdir? Mənfi sonsuzluq. Bəli. Təyin oblastı, mənfi sonsuzluq. Yəni təyin oblast deyəndə bilirsiniz x nəzərdə tutulur. X daxildir. Mənfi sonsuzluq, müsbət sonsuzluq. Yastığı nə işləyir sən Kamilən? Deməli, qiymətlər çoxluğu. Y mənfi ola bilər, çünki kvadratik qovur. Yox, ala bilər. Məsələn, bunun qabağı mənfi də ola bilər da. Bunun qabağı mənfi də ola bilər. Yəni. Qiymətlər oblastı. Uşaqlar, bu qiymətlər oblastı deyəndə, qulaq olsun, Y-i nəzərdə tuturuq. O həmişə. Parabolanda yəni. Y, bu da Y oxu bu elə deyilmi? Sarı oxu. Bu, buradan aşağı qiymət ala bilir. Parabolanca buradan yuxarıda axır. Yəni, Y nədən asılıdır? Təpə nöqtəsi n-sından. Nəyindən? N, enindən. Niyə görə? Bax. Məsələn, buradan bir dənə qrafik çəkirəm. Belə. Bu Y burada qiymət ala bilər? Xeyr. Ancaq maksimum bura qədər gələ bilər. Elə deyilmi? Nəyə qədər? N-yə qədər. Amma yuxarı istənilən qədər gedə bilər. Parabolanı uzada bilərəm. İstənilən yerə gedə bilər. İndi bunun qiymətlər çoxluğu hardan haradır? N-dan müsbət sonsuzluğa. Burada qollar hara gedir? Yuxarı. A necə olur? Müsbət. Deməli, A böyük 0 olanda N-dan hara doğru olur? Müsbət sonsuzluğa. N amma daxildə N-ni ala bilir axı. Gəlir buradan N-ni. Kvadratik möhtərizə. N müsbət sonsuzluq. Amma indi bir dənə də qrafik A kiçik 0 olsa N-dan bəli, A kiçik 0 olanda olacaq N-dan mənfi sonsuzluq. Niyə görə? Məsələn, bir dənə parabola çəksək. Bəli, belə. Burada Y qiymət ala bilər uşaqlar. Burada. Yox. Yox, parabola olaraq buradan belə aparmayacaqsan ki. Ən çox onu ala bilər də. Nəyi? N-ni. Ən aşağısı hara gedir?
mənfi sonsuzluğa, qol aşağı gedir axı. Ona görə də burada nə olur? N-dən hara olur? Mənfi sonsuzluq. N daxil mənfi sonsuzluq. Yəni y-in ala biləcək qiymət onun nəyindən asılıdır? Təpə nöqtəsinin nəyindən? N-sından asılıdır da. Məsələn burada indi bunun ən nəyini tapmaq olar? Böyük qiymət. Ən kiçiyini tapa bilməzsən hara gedir? Mənfi sonsuzluq. Ona görə də bəs ƏÇG, ƏBG deyəndə nəyi tapırdıq? N-ni tapırdıq da, elə ona görə. Başa düşürsünüzmü? Yəni bu parabolanın ən kiçiyini tapa bilərsənmi? Hara gedir? Mənfi sonsuzluğa. Ən nəyini tapa bilərsən? Böyük. Ən böyük də bunu ala bilər də, N-ni. Burada ən böyüyünü tapa bilərsən, hara gedir bu? Müsbət sonsuzluğa gedir. Ən aşağı bunu alır da, N-ni yenə. Amma ən böyüyünü tapa bilməzsən. Aydındır mı? Ən